Salam, hər vaxtınız xeyir. 6-cı sinif coğrafiya dərslərindən qaldığımız yerdən davam edirik. Səhifə 40 və 41-ə baxacağıq bu gün. Planetimiz necə təsvir edilir? Bu hissədə biz xəritə və qlobusdan danışacağıq. Çox maraqlı dərsdir. Yerin forması insanları qədim zamanlarda maraqlandırmağa başlamışdır. Ona görə də yerin bənzərini, modelini, qrafik təsvirləri, yəni xəritə və sxemləri insanlar çox əvvəl hazırlamağa başlamışlar. Xəritədən danışaq. Xəritə nədir? Xəritə yer səthinin kiçildilmiş, ümumiləşdirilmiş, şərti işarələrlə təsviridir. Baxın, kitabınızda da göstərilib, bugünə qədər gəlib çıxan ən qədim xəritələrdən olan Milletli Hekateyin 2500 il əvvəl çəkdiyi xəritə, bir də Eratosfenin xəritəsi göstərilib. Hər ikisi də qədim xəritələrdəndir və biz baxırıq ki, hər ikisində də 3 quru sahəsi təsvir edilib. Hansı quru sahələrdir onlar? Diqqətlə baxaq. Avropa, bu Milletli Hekateyin xəritəsidir. Avropa, Asiya və Liviya təsvir olunub. Liviya, yəni Afrikanın şimal hissəsi. Eratosfenin xəritəsinə baxırıq. Bu arada Eratosfen eramızdan əvvəl 3-cü əsrdə yaşayıb və onun da xəritəsi bugünə qədər gəlib çıxıb. Eratosfenin də xəritəsində 3 quru sahəsi təsvir olunub. Şimali Afrika, yəni Liviya, sonra şərqdə İskitlərin yaşadığı Asiya, bir də Avropa. Yəni hər ikisində də eyni quru sahələri təsvir olunub. Müasir dövrün xəritəsinə baxaq. Müasir dövrün dünya xəritəsində artıq 7 qitə və 5 okean təsvir edilib. Gəlin baxaq hansı qitələrdir onlar. 7 qitə var. Şimali Amerika, Cənubi Amerika, Afrika qitəsi, Avropa qitəsi, Asiya qitəsi, Avstraliya qitəsi, bir də Antarktida qitəsi. Okeanların sayı isə 5-dir. Sakit okean, eyni zamanda bu hissədə Sakit okeandır. Şimal Buzlu okean, Atlantik okean, Hind okeanı, bir də Cənub okeanı. Bunlar da okeanlardır. Bu müasir dövrün xəritəsidir. İndi gəlin biraz da qlobusdan danışaq. Daha sonra fəaliyyət hissəsindəki tapşırıqlara keçəcəyik. Hər zaman olduğu kimi qlobus nədir? Qlobus yerin kiçildilmiş modelidir. İlk qlobuslardan birini 10-cu 11-ci əsrlərdə yaşamış görkəmli özbək alimi Əl-Biruni və ya Əbu Reyhan Biruni düzəltmişdir və bu qlobus gildən hazırlanıb. Əl-Biruni eyni zamanda bir çox hadisələrin elmi izahını da vermişdir. Misal üçün, günəş tutulmaları barəsində, sonra ayın, günəşin və göy cisimlərin hərəkəti barəsində və s. kimi elmi izahları olmuşdur. Daha sonra bu hissədə biz nə görürük? Qlobusdakı yer səthinin müstəvi üzərindəki təsvirini görürük. Necə köçürülüb onu izah edir. Belə ki, yer səthi kürə formasında olduğu üçün onu müstəvi üzərində təsvir edərkən bir sıra səhvlər yaranır. Bu yerin kürə forması ilə bağlıdır və bu səhvləri adlandırırlar təhrif. Yəni təhrif xəritədə olan səhvlər deməkdir. Baxın, burada yer səthini müstəvi üzərində təsvir etmək üçün qlobusu dilimlərə ayırıblar. Görürsünüzmü? Qlobus dilimlənib. Həmin bu dilimlər arasında qalan boşluqları doldurmaq üçün xəritədə bir sıra səhvlər yaranır, yəni təhriflər yaranır. Niyə? Çünki bu boşluqları dolduran zaman bu səhvlərdən qaçmaq olmur. Sadəcə azaltmaq olur. Onu da necə azaldırlar? Kartoqrafik proyeksiyalar vasitəsilə azaldırlar. İndi mən kartoqrafik proyeksiyalardan danışmayacağam, çünki onu yuxarı siniflərdə gedəcəksiniz. Bu kürə səthinin müstəviyə götürülmə üsullarıdır. Yəni bu səhvləri, bu boşluqları dolduran zaman səhvləri minimuma endirmək üçün həmin proyeksiyalardan istifadə edirlər. İndi gəlin fəaliyyət hissəsindəki tapşırıqlara baxaq. Sual 1. A və B şəkillərindəki xəritələri müqayisə edin. Baxaq, A şəkli Milletli Hekateyin 2500 il əvvəl çəkdiyi xəritə idi. Bu da Eratosfenin xəritəsidir. Bizə deyir ki, A.
İki oxşar əlaməti tapın. Bunu artıq bayaq sadaladıq. İnanıram ki, artıq bilirsiniz. Oxşar əlamət nədir? Hər ikisində də eyni quru sahələr təsvir olunub. Yəni Avropa, Asiya, Afrikanın şimal hissəsi, yəni Liviya. Başqa oxşar cəhəti nə var? Baxırıq ki, hər ikisində də quru sahəsi su ilə əhatə olunub. Görürsünüzmü? Eratosferin xəritəsində də yəni dünya okeanı ilə əhatə olunub quru sahəsi. Milletli Heqatein xəritəsində də dünya okeanı ilə əhatə olunub. Bu oxşar cəhətlərdir. İki oxşar əlamət. İki fərqli əlaməti tapaq. Baxırıq, görürük ki, eratosferin xəritəsində coğrafi adların sayı çoxdur. Amma Milletli Heqatein xəritəsində coğrafi adlar çox azdır. Digər fərqli cəhət nədir? Digər fərqli cəhət isə baxırıq ki, eratosferin xəritəsində belə kəsişən düz xəttlər görürük. Görürsünüzmü? Kəsişən düz xəttlər var. Amma Milletli Heqatein xəritəsində bu yoxdur. Bu isə ikinci fərqli cəhət idi. Baxırıq sual 2-yə. Eratosferin xəritəsində coğrafi adlar daha çox yazılmışdır. Bunun səbəbini necə izah edə bilərsiniz? Deməli, baxırıq, eratosferin xəritəsi bizim eradan əvvəl 220-ci ildə tərtib edilib. Milletli Heqatein xəritəsi isə 2500 il əvvəl, yəni daha qədimdir eratosferin xəritəsindən. Bu daha qədimdir. Bunu biz belə izah edə bilirik ki, belə insanlar zaman keçdikcə daha çox səyahətlər etməyə başlayırdılar və daha çox ərazilər kəşf etməyə başlayırdılar. Yeni-yeni kəşflər, yeni-yeni ərazilər, yeni coğrafi adlar. Buna görə də sonradan kəşf olunan ərazilər də həmin coğrafi adlar eratosferin xəritəsində artıq qeyd olunub. Yəni bununla əlaqəli idi. Səyahətlərin artması, kəşf olunan ərazilərin artması və s. Keçdik 3-cü suala. B və C xəritələrini müqayisə edin. B xəritəsi eratosferin xəritəsidir, C xəritəsi isə müasir dünya xəritəsidir. Baxaq. A. Eratosferin xəritəsində hansı 3 quru hissəsi göstərilib? Bunu bayaq dedik. Eratosferin xəritəsində Avropa, şərqdə İskitlərin yaşadığı Asiya, bir də Afrikanın şimalı, yəni Liviya təsvir edilib. Sonra nə deyir? B-yə baxırıq. Qədim xəritədə hansı quru hissələri yoxdur? Fikrinizi əsaslandırın. Baxırıq, qədim xəritədə hansı quru sahələri yoxdur? Müasir xəritəyə də baxırıq. Baxırıq, görürük ki, qədim xəritədə Şimali Amerika yoxdur. Cənubi Amerika yoxdur. Sonra Antarktida yoxdur. Avstraliya yoxdur. Bu nə ilə əlaqəlidir? Çünki bunlar daha sonradan kəşf olunub. Həmin bu ərazilər daha sonradan kəşf olunduğu üçün eratosferin xəritəsində yox idi. Onlar bu ərazilərdən xəbərdar deyildilər. Yəni sonradan kəşf olunduğuna görə. C-yə baxırıq. C təsvirində təqdim olunan müasir xəritə haqqında fikrinizi bildirin və onun necə tərtib edilməsi ilə bağlı fərziyyələrinizi müzakirə edin. Deməli, C təsvirinə baxırıq, müasir dünya xəritəsidir. Yenə bayaq dedik, burada artıq 7 qitə və 5 okean var və bu necə necə tərtib edilib? Bayaq dərsi izah edərkən bunu izah etdim. Yəni kürə səthi müstəviyə köçürülüb. Bu da bir sıra proyeksiyalar vasitəsilə səhvləri azaltmaq üçün köçürürlər. Yəni qlobus dilimləri ayrılır və sonra müstəvi üzərinə köçürdürlər bəzi proyeksiyalardan istifadə edərək. Keçdik 4-cü suala. Dünyanın xəritəsi Y şəklində verilsə idi, baxırıq Y şəklinə, bundan danışır. Deyir ki, dünya xəritəsi bu şəkildə olsaydı, bunun hansı üstünlüyü və çatışmazlıqları olardı? Bunun həm müsbət, həm də mənfi cəhətləri ola bilərdi. Müsbətlər nələr ola bilərdi? Xəritənin hansı tərəflərində təhriflərin daha çox olduğu aydın görünərdi. Hansı tərəflərdə təhriflər daha çox olacaqdı? Qütblərə yaxın yerləşən ərazilərdə, yəni yuxarı hissələrdə. Niyə? Çünki burada boşluqlar var. Həmin bu boşluqlarda təhriflər daha çox olacaqdı.
təhriflər daha çox olacaqdı və bu da aydın görsənəcəkdi. Sonra biz belə təsvir olunsaydı, hansı ərazilərin əslində olduğundan daha böyük, hansıların isə daha kiçik olduğunu görə biləcəkdik. Sonra hesablama işləri zamanı daha diqqətli olacaqdıq və s. Bu müsbət cəhətlər idi. Bəs mənfi cəhətlər nədir? Mənfi cəhətlər təbii ki, fiziki cəhətdən istifadə etmək bunu mümkün olmazdı. Yer haqqında dolğun təsəvvür yaratmaq mümkün olmazdı. Bu görüntü ilə təbii ki, məntəqələrin, xüsusilə qütb ətrafı ərazilərin, hansı ki, bunu bayaq dedim, qütb ətrafı ərazilərin koordinatlarının təyin olunması çox çətin olardı. Xəritənin nümayiş etdirilməsi çətin olardı. Bu da mənfi cəhətlərdir. Sonra 5-ə baxırıq. Y və ev şəkillərinə əsasən hansı qitələrin təsvirində daha çox təhriflərin olduğunu müəyyən edin və fikrinizi əsaslandırın. Bunu bayaq da dedik, qütblərə yaxın yerləşən ərazilərdə təhriflər daha çox olacaq, çünki bu boşluqları dolduran zaman təhriflər yaranır. Baxırıq, qütblərə yaxın yerləşən qitələr hansılardır? Şimali Amerika. Baxın, bu hissələrdə təhriflər daha çoxdur. Sonra Asiyada daha çox olardı. Baxın, yenə bu hissələrdə təhriflər daha çoxdur. Sonra Antarktidada daha çoxdur. Cavab olaraq deyirik ki, Şimali Amerika qitəsi, Asiya qitəsi, bir də Antarktida qitəsində daha çox təhriflər var. 6-ya baxırıq, xəritələrdə təhriflərin yaranmasına səbəb nədir? Bunu bayaq da dedik, təbii ki, yerin kürə formasında olmasıdır. Çünki kürə səthi müstəviyə açılarkən təhriflər yaranır, yəni səhvlər yaranır. Sonuncu suala baxırıq. Ev təsvirinə əsasən Sakit Okeanın hansı qitələrlə əhatə olunduğunu müəyyən edin. Bunu biraz böyük xəritədə göstərək. Dərslikdən bir xəritə ilə davam edək. Deyir ki, Sakit Okean hansı qitələrlə əhatə olunub? Sakit Okean, baxın, buradır. Sakit Okean, eyni zamanda bura. Baxaq görək, Sakit Okean hansı qitələrlə əhatə olunub? Şimali Amerika, Cənubi Amerika qitəsi, sonra Asiya qitəsi ilə əhatə olunub, bir də Avstraliya qitəsi ilə əhatə olunub. Belə, bu dərsi də yekunlaşdırdıq. Gələn dərslərdə görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. Sağ olun.